səsim tutuldu da, bildim. Mən həkimə getdim, həkim dedi ki, yəni bu 100% elə bir şey olub. Çünki bu durduğu yerdə toyacan hər şey əla idi. İmno toydan sonra. Yəni kim edə bilərdi? Toyda da məşhurlar var. Məşhurlar oradadır da hamısı. Demək olar ki 5-6 dənə. Mən toyda oxudum. Sonra elə bir günə ki səsim başladı yavaş-yavaş batmağa. Ondan xadı təzyiq Necə, kim eləyə bilər bunu sizə? Heç kimə yalandan şər ata bilmərəm, amma onu insan oğlu eləyib onu. Amma görməmişəm axı kim eləyib onu. Mən ad çəkə bilmirəm. Kəmal xan, bunlar çox ciddi iddialardır. Həqiqi deyirəm sizə, inanın səmiyyətimə. Mən şokdayam, Əli müəllim. Gözümün qabağında xanəmi keçdi, Yağub keçdi. Onlar özlərlə toya gələndə termos gətirirdilər. Mən bir dəfə... Yəni özlərini qorumaq üçün idi. Yoxsa onda o vaxt olub da, elə şey, qorxurlar. Əbli deyildi, Əblifət müəllim də yaxşı belə olsun da, gedib rəhmətə. Əblifət müəllim, sən bu termos çay var da, yox. Deyirəm, yox. O birisi müğənniyə, o da deyir, yox. Axırda bir nəfər oldu, adını çəkmək istəmir, o qayıtdı ki, 100 dənə işəyə qatarlılar var.